Dedim, siz musiqi çalmağa pul almısınız? Məktəbə getmisiniz? Maaşınız oradandır. Biz musiqini saxlamağa, diritməyə kötək yemişik. Sazlarımızı gizlin pətü içində maşın dalında dolandırmışıq. Mən bir gün Azərbaycan Sumqayıt şəhrində ikinci sırada oturmuşdum. Aparatçı bir xanım idi. Dedilər, Rəşid Danışsuyu da zaldadır. Mənə çağırdı səhnəyə. Mən orada bir söz dedim. Dedim, Azərbaycan hər hal varlıqlarından biri Azərbaycan Cümhuriyeti. Musiqidir, musiqi ilə böyüyüblər. Musiqi məktəbləri, konservatoriyalar, nə böyük işlər musiqidə. Amma çox rahat çığırdım ki, bizim Təbrizin musiqisi sizdən güclüdür. Hər ikisi bir musiqidir, Azərbaycan musiqisi, Türk xalqının musiqisi. Amma birində, bir ölkədə musiqiyə pul verilib, maaş verilib, iş verilib, televizyonda alqışlayıblar, millət onu xalq bilib, qəhrəman bilib, Bəlkə xalq artisti bilib. Amma burada Aydın bəy ya başqaları musiqi üçün işin əldən verib. Musiqi üçün əsir olub, musiqi üçün iş çalışma yerin bundan alıblar. Baxın görün, hangimizin musiqimiz güclü gəldi.